26 aprel keçirilmiş 9-cu sinif buraxılış imtahanı riyaziyyat fənni üzrə izahlara baxaq. Birinci sual deyir, paralleloqram kör bucağı iti bucağından 2 dəfə böyükdür. Deməli 57-ci sual. Kör bucaq iti bucaqdan böyükdürsə 2 dəfə. Onda biz paralleloqramda iti bucağa 1x desək, kör bucaq nə olacaq? 2x. Biz də bilirik ki, iti bucaqla kör bucağın cəmi nədir? 180 dərəcə. X plus 2x bərabər 180 dərəcə olsa, 3x-imiz burada 180 dərəcə olacaq. X də nəhayət olacaq 60 dərəcə. Deməli, onda bizdə iti bucaq 60 dərəcə, kör bucaqda 2 misli 120 dərəcə olacaq. Bizdən də nəyi soruşur? Paralleloqram bucaqlarını tapın. Təbii ki, biz də bilirik ki, qarşı bucaqlar bərabər. Onda bu kör bucaqda 120 dərəcə olacaq. Buradakı iti bucaqda 60 dərəcə. Yəni 2 60, 2 120. Doğru cavabımız olacaq nə? D variantı. Keçək 58-ci suala. Baxaq 58-ə. Deyir, sahəsi 96 olan diaqonallar 3-4 nisbətində olan rombun hündürlüyünü tapın. Onda 3-4-dürsə, onda bir dənə buradan romb çəkək. Rombun diaqonalları verilib. Onda 3K biz bilirik ki, düstur nədir? S bərabərdir. D1 vurulsun D2 bölünsün 2 şəklindədir. Onda biz yazarıq 96, yəni sahəsi bərabərdir. Diaqonallar 3K ilə 4K-dır. Bir-birinə vurub 2-yə bölməliyik. Buradan da elə vuranda nə eləyəcək? 12K kvadratı, onda 2-yə bölündə olacaq 6K kvadrat bərabər 96. 96-nı da 6-ya bölündə düşəcək 16. Onda K da bizdə bərabər olacaq nəyə? 4-ə. Onda bizə deməli diaqonallar 3K 4K idisə, 4-ə vuranda hər birini, biri olacaq 12 diaqonalımızın, digərini də 4-ə vuranda 16. 12-nin yarısı diaqonallar yarıya bölünür da kəskəndə. Burada düz bucaqlı əmələ gəlir. 12-nin yarısı 6, 16-nın yarısı nə olacaq? 8, 8. 8, 6 tərəf olacaq 10. Bizdən də rombun hündürlüyünü soruşur. Onda biz digər tərəfdən necə tapa bilərik? Sahəsi bəllidir də. Onda olacaq S bərabərdir. H vurulsun tərəf AH. Onda bizdə olacaq 96 bərabər tərəfini artıq tapdıq 10-dur. Buradan bir dənə H tapmalıyıq. H ilə bərabər hər tərəfi 10-a bölsək olacaq 9 tam 10-da 6. Yəni doğru cavabımız olacaq A variantı. 59-cu suala baxaq. Bizə belə bir tənlik verib. Gəlin bu tənliyin hər tərəfini biz vuraq 20-yə. 20-yə vuranda burada ixtisar gedəcək. 59-cu sual. Qalacaq 5 vurulsun 3y çıxılsın 2. Çıxılsın. Buradan da hər tərəfi 20-yə vurduq. 5 ilə 20 ixtisar gedəcək. Qalacaq 4 vurulsun 3 minus y. Bir də üstə gəlsin. 3-ü də 20-yə vuranda 60 bərabər 0-a. Buradan vurub atsaq. Olacaq 15y çıxılsın 10, çıxılsın 12, üstə gəlsin 4y plus 60 bərabər 0-a. Diqqətli olaq, səhv vurmayaq. Buradan da 15 ilə 4 toplayanda eləyəcək 19y. Buradan çıx 10, çıx 12 eləyəcək mənfi 22. 60-dan da 22 çıxanda qalacaq 38. Onu da sağ tərəfə keçirəndə olacaq mənfi 38. Buradan da y də bərabər olacaq nəyə? Mənfi 2-yə. Yəni doğru cavabımız olacaq A variantı. 60-cı suala baxaq. Deyir, K hansı qiymətində ifadəsi eynilik olar. Bu sualı biz düzəltdiyimiz PDF-də də var idi. Canlıda izah etmişdikmi tam yadımda deyil. Canlıda xeyli bir sual izah elədik. O sualların içərisində bu tipdə var idi. Buradan vurub açanda olacaq 9A üstə gəlsin 9KB. Bu da bərabər 9A plus 9B-yə. İndi biz burada yazsaq, daha doğrusu şərti səhv tutmuşlar burada. Elə 9A bir də KB-dir. KB şey, bu şəkildədir. Burada vurub açan, deməli 9A 9A-ya bərabər olmalıdır. 9B də KB-yə bərabər olmalıdır. KB bərabər 9B isə B-lər gedəcək, K bərabər qalacaq 9. Yəni doğru cavabımız 60-da Y variantı olacaq. Keçsik 61-ə. 61-ci sual. Deyir, tənlilər sistemini həll edin. Tənlilər sistemini həll edək. Onda birincinin hər tərəfini neyək? 4-ə vuraq da. 4-ə vuranda olacaq 4x minus 8y bərabər mənfi 12-yə. Aşağıda deyil 4x üstə gəlsin 3y bərabər mənfi 12-dir. Deməli, aşağıdan yuxarını çıxsaq 4x-lar gedəcək. 3y-dən mənfi 8y çıxanda olacaq 11y. Buradan da mənfi 12-dən 12 çıxanda qalacaq nə? 0. Deməli, y-imiz də olacaq nə? 0. Y-imiz 0-dırsa, aparıb yerinə yazsaq olacaq x minus 2 vurulsun 0 bərabər mənfi 3. Buradan bu 0 olacaq, x də qalacaq nə? Mənfi 3. Deməli, x-in mənfi 3, y-im 0. Mənfi 3 0-da B variantı. Birinci x yazılır. Bax, səhvən A yazmayın. 62-ci sual. Deyir, funksiyanın qrafikləri vermişdir. A parametrinin ala biləcək tam qiymətlərin cəmini tapın. Deməli, biz burada nəyə fikir verməliyik? Yəni, burada 62-ci sualda. Deməli, bizdə görürük ki,
x funksiyası nədir? Y oxuna sıxılıb. Y oxuna sıxılıbsa deməli bizdə gx-in əmsalı fx-dan böyük olmalıdır. Deməli a-nın qiyməti nə qədər böyük olarsa y-ə bir o qədər sıxılar. Kiçik olanda da x oxuna dartılır. Deməli onda bizdə olacaq birinci yazırıq nə? 2a çıxılsın 2 böyük olmalıdır. 4a çıxılsın 16-dan. Buradan da hesablasaq 16-nı sola keçirdək. Olacaq müsbət 16 çıxanda qalacaq 14. Böyükdür. 2a-nı da sağa keçsək olacaq çıxma. 4a-dan 2a çıxanda qalacaq nə? 2a. Hər tərəfdə 2-yə böləndə onda olacaq a kiçikdir 7-dən. Bu bir həll. Digər tərəfdən də bizdə qollar yuxarı olduğu üçün hər biri böyük olmalıdır. 4a çıxılsın 16 böyük olmalıdır 0-dan. Buradan olacaq 4a böyükdür 16-dan. A da böyükdür 4-dən. Sonra digər tərəfdən 2a çıxılsın 2 də böyük olmalıdır 0-dan. Buradan 2a böyükdür 2-dən, a da böyük olacaq nədən? 1-dən. Deməli, ədəd oxunda qeyd eləsək, 1-dən böyük, sonra 7-dən kiçik, bir də 4-dən böyük olan hissə olmalıdır. Yəni, hər üçündə kəsişməsi olacaq, yəni təbii ki, bunların özləri də daxil deyil. Hər üçünün kəsişməsi bu ortadır. 4-7 aralığı, bir 5 qiymət var, bir də 6, toplayanda eləyəcək A variantı 11. Keçək 63-cü suala. Deyir, kubun bütün tillərinin uzunluğu 7 dəfə artırsa, onun həcmi necə dəfə artar? Buna aid deyəsən, axşamçı canlıda yazmışdıq. Buna aid test, amma orada azalırdı. Burada da 7 dəfə artır. Normalda kubun həcmi A kubudda. Biz uzunluğunu 7 dəfə artırsaq, onda olacaq, bizdə normalda A idi, indi oldu 7A. 7A-nın kubu. 7-ni də kubu eləyəcək neçə? 343 A-nın kubu. Normalda A kubu idi, indi 343 A kubudur. Yəni 343-ə neyləmiş vurmuşuq, o qədər dəfə artacaq. 64-cü sual, qarışıq ədədi göstərin. Qarışıq ədəd nədir? A tam B-də C şəklində olan kəsrlərə deyirik biz. Burada da 1 tam %3 qarışıq ədədimiz olacaq. 65-ci sual, burada şərt biraz 18x kubu y-dir. Məxrəcdə də 5z üstü 4 vurulsun. Burada da 25z-dir. Burada da 9x kvadrat y-dir. Bu şəkildə deyəsən uşaqlar. Aha, bu şəkildə olmalıdır. İndi ixtisarlarımızı aparaq. Nələr ixtisar gedir? 9-dan 18 getdi, burada qaldı 2. 25-dən 5 ixtisar getdi, burada qaldı 5. Bərabərdir yazaq. 2-ni 5-ə vuranda nə olacaq? 10. Buradan x kvadratının x kubu gedir. Bir dənə x qalır, elə bura birbaşa x yazıram. Y-lər isti oldu. Z-in də bir ixtisar gedəcək. Burada qalacaq z-in kubu böl z kubu. Varmı belə bir cavab? 10x böl z kubu, bəli. B variantı doğru cavabımızdır. 66-cı suala baxaq. Deyir, tənasübdən x-i tapın. Çarpaz vuranda olacaq neçə? 10x bərabər 12, x də bərabər 1,2. Doğru cavabımız olacaq C variantı. 67-ci sual. Deyir, ilk 100 natural ədədin neçəsi 2-yə, nə də 5-ə bölünmür. İlk 100 natural ədədin neçəsi nə 2-yə, nə də 5-ə bölünmür. Deməli, 2-yə bölünmürsə, deməli, cüt ədədlərin heç biri bura aid olmayacaq. Onda 100 dənə natural ədəddən neçəsi cütdür? Bir cüt, bir təkdə zaten. Bölərəm 2, 50. 50 dənə cüt natural ədədim var. Onda 100-dən çıxaram bu 50 dənə cüt ədədi. Yerdə qalar nə? 50 dənə tək ədədim. Bunlar 2-yə bölünmür. İndi deyir 5-ə də bölünməsin. 5-ə də bölünənlər ilk 100 natural ədəd içərisində 5-ə bölünən ədəd, elə 100-ü böləcəm 5-ə, olacaq neçə? 20. 20 dənə də 100-ə bölünən 5-ə bölünən ədəd var. Onda bu 50 dənənin içərisindən o 20 dənə ədədi də çıxaram. Burada neçə qalır? 30 qalır. Burada biraz diqqətli olaq. Çünki burada 5-ə bölünən 2 cüt natural ədədlər də var da. Çünki biz cütü çıxmışdıq axı bayaq. Onda biz belə eləyək də. 20-ni də 2-yə bölək. 20-ni gəlin 2-yə bölək. Uşaqlar tələsməyək. 20-ni 2-yə bölək. 10 olacaq. Onda biz 50-dən təkcə sırf 5-ə bölünən tək natural ədədlər çıxmalıyıq. 50-dən çıxacam 10. Qalacaq nə? 40. Yəni doğru cavabım burada olacaq C. Bəli, hər hansı texnik səhv etmədiksə bu şəkildə olacaq. Keçdik 68-ci suala. Deyir, 2 daxili bucağın cəmi 149, 13 bucağın 3-cü bucağını tapın. Bilirik ki, cəm 180-dir, 180-ə 149 çıxacaq, qalacaq neçə? 31 dərəcə, yəni doğru cavabımız olacaq C variantı. 69-cu sual. Gəlin hər tərəfi 10-a vuraq. Bu olacaq nə? 6 vurulsun x plus 4 bərabər 8 vurulsun 12 çıxılsın x. Köçürdəndə də bəzən səhv köçürürəm. Siz diqqətli olun. Maksimum şəkildə 6x plus 24 bərabər
80, 96 minus 8x. 8x'i keçirsək toplama olacaq. Olacaq 14x bərabərdir. 24-ü də keçirdəndə 96-dan 24 çıxacaq. Qalacaq 2, 7, 72. X də bərabər. 72-ni də böləndə 14-dən neçə düşür? 72, 14. 2-yə böləndə 36 bölünsün 7. Bu da 5 tam 7-də 1. Varmı? Bəli, D variantı. 70-ci suala baxaq. Deyir, bərabərsizliyin ən böyük tam həllini tapın. Deməli, burada 5 çıxılsın 4x kiçikdir, mənfi 7 çıxılsın 5x-dir. 5x-i adlatsaq, burada olacaq müsbət 5x çıxılsın 4x kiçikdir. 5-də adlatsaq, mənfi olacaq. Mənfi 7 çıxılsın 5. Burada qalacaq x kiçikdir, mənfi 13-dən. Daha doğrusu mənfi 13 yox, mənfi 12 eləyir. X mənfi 12-dən kiçikdirsə, olacaq mənfi 13, mənfi 14, mənfi 15 və s. gedəcək sonsuzluğa doğru. Bizdən də ən böyük tam həlli olacaq mənfi 13, yəni doğru cavab olacaq Y variantı. Keçdik 71-ci suala. Deyir, 71-ci sualda fəhlə 1242 detal hazırladıqdan sonra onun aylıq planının 54% qaldı. Bu qədər hazırlayıb, deməli onda 1242 detal 54% qalıbsa, deməli neçə faizini yerinə yetirib? 46%-də. 46%də deməli 1242 46% imiş. Aylıq plan deyir neçə detalda? Onda x detalda 100%-dir. Buradan da çarpaz vurub tapsaq x bərabər olacaq nəyə? 1242 vurulsun 100 bölünsün 46. Buradan da ixtisar gedir 46 ilə. Burada qar 27. 27-ni də 100-ə vuranda 2700 olacaq. Doğru cavabımız olacaq B variantı. Keçsik 72-ci suala. Deyir, ifadəsinin qiyməti tapın. Bunların dərəcəsi eynidir. Bir kökdə yaza bilərəm. Olacaq 12 çıxılsın 4 kökdə 5 vurulsun 12 plus 4 kökdə 5. Tələsik yazıram. Deməli, orada bu A plus B, A minus B. Dünən canlıda bax bunu qeyd eləmişdim. Bax, bu düsturu yaddan çıxartmayın. A kvadratı çıx B kvadratı nədir bu? Ay uşaqlar, A plus B, bir də A çıx B. 1000 dəfə demişəm. Burada da olacaq 144. Çıxılsın 4 kökdə 5-in də kvadratı eləyəcək 80. Çıxanda qar kök altında 64. Bundan da nə çıxır? 8 çıxır. Yəni doğru cavabımız olacaq 8. Düz yazaq. 73-dir. İfadəsinin qiymətini hesablayın. Bu nəyin açılışıdır? 73-də A üstə gələk B-nin kvadratı çıxılsın 7 vurulsun A minus B şəklindədir. Bu da bərabərdir. Cəmliyəndə olacaq 4 tam 13-də 5 üstə gəlsin 2 tam 13-də 8-in kvadratı. Bir də çıxılsın 7 vurulsun 4 tam 13-də 5 çıxılsın 2 tam 13-də 8. Daha doğrusu uşaqlar bir dəqiqə burada plus olacaq. Aha. Buradan da plusunu çıxardanda A plus B-ni A üstə gələk B-ni yenidən mötərizə xaricdən çıxartsaq, burada qalacaq nə? A üstə gələk B çıxılsın 7. Bu da bərabərdir. A plus B ilə birbaşa yazaq da yerinə. Olacaq nə? 4, 6 tam 13-də 13 eləyir da. Bu 6 tam 13-də 13 vurulsun. Burada da olacaq 6 tam 13-də 13 çıxılsın 7 qaldı da. Burada çıxılsın 7. Bu da bərabərdir. Nə eləyəcək? 6 tam 13-də 13 elə bu 1 tam deməkdir. Olacaq 7 tam vurulsun. Bu da 7 tamdır. 7 çıx 7. Bu da olacaq 7 vur 0, 0 eləyir. Hər hansısa ümid edirəm texnik səhv etmədik. Cavabımız 0 olacaq. 74-cü sual. Deyir, ondan kiçik mürəkkəb ədədlər çoxluğu ilə B çoxluğu birləşməsinin elementlərinin sayını tapın. A deməli, ondan kiçik mürəkkəb ədədlər. Nə olacaq? 4, 6, 8. Sonra 9. Varmı ondan kiçik mürəkkəb ədədlər? Hal-hazırda fikirləşə bilmirəm. 1 yox, 2 yox, 3 yox, 4 yazdıq, 5 yox, 6 yazdıq, 7 yox, 8 yazdıq, 9 yazdıq. Ondan kiçik deyirdi, onun özünü götürə bilmərəm. Deyir, B-də, B-nin elementləri də budur. 1, 2, 4, 10. Bizə nə deyir? Tap, birləşmə. Birləşmə nə deməkdir uşaqlar? Hər elementdən ən az biri götürülməlidir. Deməli, 1, 2, sonra 4-dən 1 dənə, 6-dan 8-dən 1 dənə, 9-dan 1 ədəd və 10-dan 1 ədəd deyir. Bizdən sayını soruşur, tapın. Neçə dənə oldu? 1, 2, 4, 6-nı yazdıq, 8, 9, 10-u yazdıq. Bəli, yaddan çıxan olur. 1, 2, 3, 4, 5, 6, 7. 7 olacaq bizim doğru cavabımız. 75-ci sual. 75-də deməli uşaqlar burada biraz qarışıqdır şəkil. Deməli buradan yenidən çəkəcəm. Bu AB olsun.
adlarını da yazacaq, qarışdırmayıq. Bir dənə belə düz xəttimiz var. YF. Bir dənə də belə bir düz xəttimiz var. Bu da bizdə olsun CD. Bizə deyir ki, AB, CD və YF düz xətt o nöqtəsində AOC. Burada O olacaq da. AOC. Yəni bu bucaq bizdə 24-dür. FOD. FOD'un. FOD. Bu bucaq bizdə 46-dır. Aha. Deyir 46 olarsa YOB. YOB. Bu bucağı bizdən soruşur. Bu bucağı bizdən soruşur. Baxaq. Demək, burada bu kör bucaqdır. Bu mən 46-nı səhv yerə yazmışam. Bir dəqiq, FOD haradır? Buradır, FOD. Mən hara yazmışam? Bura 46-dır. Bura 24 dərəcədirsə, onda bura ilə qarşılıqlıdır da. Burada 24 olacaq. Bura 24-dürsə, onda bura tam bucağa tamamlanır da. Deməli, bu söhbət YF düz xəttindən gedir. Onda 46 plus 24 bərabər eləyəcək neçə? 70. Onda ümumi 180-dən çıxaram 70 dərəcə, qalar 110 dərəcə. Yəni yekun cavabımız olacaq 110 dərəcə. Və yaxud da biz belə də yaza bilərdik. Yəni fərqi yoxdur. Bura 46-dırsa, onda bura da 46 olacaq. Qarşılıqlı bucaqdır. Bu tərəfdən də biz tapa bilərdik. Bu tərəfdən də belə tapaq. 46 bu ikisinin cəmi 70 eləyərdi. Onda burada 110 dərəcə olardı. Yəni YOB-ni soruşur da, bəli. Cavab olacaq 110. 76-ya baxaq. 76-cı sual. Deyir, mərkəzi O nöqtəsində olan bir dənə çevrə çəkək uşaqlar. Nədir? Yumurta yoxşadır. Deməli, buradan mərkəz götürürəm. Buradan C-ni birləşdirirəm. Buradan A-nı, B-ni birləşdirək. Buradan da bu hissəni birləşdirək. Bura olsun B, C, A, O. Bizə deyir ki, AOC. AOC. Bura neçədir? 104 dərəcədir. ABC-ni tapın. ABC. Bu bucağı bizdən soruşur. Deməli, bura 104-dürsə uşaqlar. Ən yaxşı üsul. Bura 104-dür. Onda bunun sökəndiyi qövsünə olacaq. Elə mərkəz bucaqdır. Olacaq neçə dərəcə? 104 dərəcə. Onda cəmi 360-dan çıxaram. 360 çıxılsın 104 dərəcə. Bu da bərabər olacaq 256 dərəcə. Düzdür. Deməli, onda bizdə bu hissə, baxın, bax, bu hissə oldu neçə? 200 yazıram buradan. 256 dərəcəlik qövs oldu. İndi bizdə də B bucağı hansı qövsə sökənir? Elə bu 256 dərəcəlik qövsə sökənirdir. Onda daxili bucaq olduğu üçün 256-nın yarısı olacaq. 256-nı da 2-yə böləndə neçə düşəcək? 128. Bəli, yekun cavabımız olacaq 128. Bura 120 yazıram dur. Sonra qapalılardan sonuncu sualımızda izah eləyək. Açıq sualları ikinci partda izah eləyəcəm. Bunları tez çatdırmaq üçün izah eləyib paylaşdım. Deyir, otaqda olan şagirdlərin orta imtahan balı 74-dür. Orta imtahan balı. Deyir, otağa balı 94 olan bir şagird gəldi. Nəticədə otaqdakı şagirdlərin balı 79-a yüksəldi. Əvvəlcə otaqda neçə şagird vardı? Deməli, tutaq ki, bunların ümumi şagirdlərin cəmi bal cəmi x-dır. Böləcəm onların sayına, bilmirəm, 1y-ə bərabər orta bal neçə olacaq? 74. İndi biz buradan çarpaz vurub tapsaq, ümumi yaşlar cəmi nə olacaq? 74 vurulsun y şəklində. İndi deyir, 94 balı 94 olan yeni uşaq gəlib. Yəni, burada onda 74 y, yəni ümumi cəmin üzərinə 94 gəlməliyəm, bölməliyəm saya. Bu səfər sayımız əvvəlcə y sayda şagird var idi. İndi sayılar bir nəfər gəldi, axı artdı. Bu səfər orta bal 79 olub. Buradan çarpaz vuranda olacaq 74 y plus 94 bərabər 79 y plus 79'a. Buradan da 74 y keçirdək, 79'da bu tərəfə keçsək, 94-dən 79 çıxanda qalacaq 15, bərabər 79-dan da 74 çıxanda qalacaq 5y. Buradan da y-in bərabər olacaq nəyə? 3-ə. Yəni deməli əvvəlcə otaqda y-imiz neçə oldu? 3. Deməli əvvəlcə otaqda bizdə 3 şagird var imiş. Belə qapalılar bu qədər. İndi ətraflı həlli tələb olunan suallarında izahını çəkib paylaşacağım sizinlə. İzləmədə qalın.